Yaxın Şərqdə var olan dövlətlər arasında Turuki, Kuti, Lulubi, Kassit dövlətləri olub və bunlar sonradan Midiya dövlətinin çatısı altında bir konfederativ bir şəkildə birləşiblər və bu Turuki sözündən başlamaq istəyirəm. Turuki sözünün, bax görürsünüz burada Turuki sözü. Ondan üstə də Turan sözü var. Bu Turan və Turuki kəlmələri Midiya tarixi kitabının, Igor Mikhailovich Ryakonovun Midiya tarixi kitabının 55-ci səhifəsində, bax burada Turansı adı keçir, Turanlılar adı keçir və Turanlılar Yaxın Şərqdə öz sözünü demiş və dövlətlər qurmuş bir ulusdur. Və burada Turanlılarla savaşın kimlərlə aparıldığı göstərilir 55-ci səhifə. Və onun xaricində Turuki sözü var. Turuki sözü 135-ci səhifədə yenə göstərilir. 135-ci səhifədə göstərilən o Turuki kəlməsi əslində bir K ilə yazılır. Bu, çünki bizə ən son gələn mənbələrdə bu kəlmələr ərəbcə yazılıb. Burada ərəbcə görürsünüz, ərəbcə bir K ilə yazılır. Burada 2 K ilə yazılıb. Turuki. Turuki əslində bir K ilə yazılmalıdır və onun əsas yazılış şəklini mən burada göstərmişəm. Bax, görürsünüz, Turuki. Bax, görür burada yazılıb. Turuki, bax bu. Bunun altında ərəb qrammatikasının qaydalarına uyğun olmayan şəkildə yazılıb. Əgər Turuki sözünü biz tamamen səsbəsiz yazsaq, bu şəkildə olur. Turuki. Bu belə. Turuki sözünün kökü Turk Uruk'dan gəlir. Turk Uruk sözü əski türkçədə, burada gördüyünməsi göstərəcəm onu. Burada görürsünüz, bax burada 256-cı səhifə Aziya kitabı, Oja Süleyman Aziya kitabının 256-cı səhifəndə yazır. Uruk. Krepость, город, община. Yəni şəhər, qala və cəmiyyət anlamına gəlir və onun sağ tərəfində türkçə anlaşılır. Uruk. Görürsünüz, воздвигнутый город, население, город, plemiya. Yəni Uruk türkçədə boy anlamına gəlir və Turk Uruk Türk boyu anlamına gəlir və Turuki sözünün kökü də Turk Uruk'dur. Və bu da Oja Süleymanov Aziya kitabına istinadda biz bunu görə bilərik. Söyləmək istədiklərim bu qədər. Allah'a ısmarladık.